Hissə 24. Neuroplastika. Neuroplastika beynin dəyişmə potensialıdır. Neyronlar arası əlaqələr dəyişə bilər. Öyrənmə, təcrübə və təkrar neuroplastikanı gücləndirir. Beyin funksiyası daha mükəmməl olur. Neuroplastika hər yaşda mümkündür. Hissə 25. Siqnal emalının sürəti. Neyronlar siqnallar çox sürətli göndərir. Elektrik və Hissə 26. Beyin və diqqət idarəsi. Diqqət beynin əsas funksiyalarındandır. Frontal korteks diqqəti nəzarət edir. Siqnallar və neyronlar diqqəti asanlaşdırır. Diqqət öyrənməyi təkmilləşdirir. Yaxşı diqqət hər funksiyanı mükəmməlləşdirir. Hissə 27. Emosiyaların qorunması. Emosiyalar amigdala vasitəsilə yaranır. Beyin emosiyaları tarazlayır. Hissə 28. Öyrənmə və təcrübə. Öyrənmə və neyronlar arası əlaqələr vasitəsilə gerçəkləşir. Təcrübə funksiyaları gücləndirir. Sinapslar öyrənməyə dəstək olur. Beyin öyrənmə prosesini mükəmməlləşdirir. Öyrənmə və yaddaşı təkmilləşdirir. Hissə 29. Hormonlar və beyin funksiyası. Hormonlar beyin vasitəsilə təsirləşir. Hipofiz və digər orqanlar. Hissə 30. Beynin yaşlanması və qorunması. Beyin yaşlandıqla funksiyaları dəyişə bilər. Yaddaş, diqqət və koordinasiya azala bilər. Düzgün qidalanma və fiziki aktivlik vacibdir. Yuxu və rahatlanma funksiyanı qoruyur. Beyin sağlamlığı hər gün dəstəklənməlidir. Hissə 31. Neyron şəbəkələri. Neyronlar birləşib şəbəkə yaradır. Şəbəkə məlumatı sürətli emal edir. Sinapslar şəbəkənin əlaqə nöqtəsidir. Hissə 32. Sensor funksiyalar. Sensor orqanlar məlumatı toplayır. Beyin bu məlumatı emal edir. Hər hissnəvi funksiyanı tamamlayır. Sensoriya və neyronlar əlaqədədir. Beyin sensor funksiyanı nəzarət edir. Hissə 33. Diqqət və fokus. Diqqət beyin funksiyalarını mükəmməlləşdirir. Frontal korteks diqqəti idarə edir. Siqnallar. Hissə 34. Emosiyalar və qərar. Emosiyalar amigdala vasitəsilə yaranır. Qərarlar frontal korteks vasitəsilə verilir. Stres emosiyalara təsir edir. Duyğular qərarları yönəldir. Beyin emosiyaları tarazlayır. Hissə 35. Öyrənmə strategiyaları. Öyrənmə neyronlar arası əlaqələri ilə gerçəkləşir. Təcrübə və təkrar öyrənmə. Hissə 36. Hormonlar və duyğu. Hormonlar beyin vasitəsilə təsirləşir. Duyğu və hisslərə təsir edir. Hipofiz və digər orqanlara nəzarət edir. Beyin hormon tarazlığını qoruyur. Hormonlar funksiyanı mükəmməlləşdirir. Hissə 37. Siqnal emal sürəti. Neyronlar siqnalları çox sürətli göndərir. Elektrik və kimyəvi siqnallar hər funksiyaya təsir edir. Hissə 38. Stres və qorunma. Stres beyin funksiyasına təsir edir. Düzgün rahatlama funksiyanı qoruyur. Kortizol hormonu siqnallar təsirləyir. Beyin funksiyası tarazlanır. Sağlam vəzifə hər gün təmin olunur. Hissə 39. Yuxu və funksiya. Yuxu beynin sağlamlığı üçün vacibdir. Yuxu yaddaşı mükəmməlləşdirir. Beyin fəaliyyəti düşüncə və hisslərə təsir edir. Neyronlar yuxuda dəstəklənir. Düzgün yuxu öyrənməyi asanlaşdırır. Hissə 40. Beynin potensialı. Beyin potensialı mükəmməldir. Neuroplastika dəyişməyə məhkumdur. Öyrənmə, təcrübə və təkrar funksiyanı gücləndirir. Beyin hər gün təkmilləşir. Gələcəkdə funksiya daha mükəmməl olacaq. Hissə 41. Böyük beyin və düşüncə. Böyük beyin düşüncə və planlaşdırmanı idarə edir. Frontal korteks qərarları formalaşdırır. Hissə 42. Kiçik beyin və balans. Kiçik beyin hərəkəti koordinasiyasını nəzarət edir. Balans və dəqiqlik hərəkət buradan yaranır. Skelet əzələləri ilə əlaqədədir. Hər hərəkət neyronlarla tarazlanır.
Kiçik beyin hər funksiyanı tamamlayır. Hissə 43. Amigdala və emosiyalar. Amigdala emosiyaları nəzarət edir. Stres, sevinç, qorxu və huzur buradan idarə olunur. Beyin emosiyaları tarazlayır. Qərarlar emosiyalara əsaslana bilər. Duyğular öyrənməyə təsir edir. Hissə 45. Hiss və sensor ilə əlaqə. Hiss orqanları məlumatı toplayır. Beyin siqnalları emal edir. Hər hiss növü funksiyanı tamamlayır. Göz, burun və dəri. Sensor vasitəsidir. Beyin hissləri dəstəkləyir. Hissə 46. Neuroplastika və öyrənmə. Neuroplastika beynin dəyişmə potensialıdır. Təcrübə və təkrar. Hissə 47. Siqnallar və refleks. Neyron siqnalları refleksləri yaradır. Sensorlar məlumatı göndərir. Refleks və sürətli hərəkət üçündür. Beyin refleksləri nəzarət edir. Siqnallar funksiyanı asanlaşdırır. Belə videoların gəlməsini istəyirsinizsə, kanalımı bəyənmə, abunə olun. Dəstəyiniz üçün təşəkkür ederim.